Uşaqlar üçün getirmişəm. İndi bizə payox verirlər, şagirdlərə də, müəllimlərə də. Hara tələsirsən belə? Körpəyə gedirəm. Minlərlə qaçqın tökülüşü bura. Arvad, uşaq, qoca, xəstə, hamı qarışıb bir-birinə. Sən öz vlalarının halına yan. Xəbərin var ki, hamısının boğazı gəlib. Boğazları ağrıyır. Başa düşürsən? Bax, heç vecinə dağılmış. Mən neyinim axı? Müharibəni mən başlamamışam. İkinizi də Allah öldürsün, səni də Hitleri də. Salam Melek. Aleykümselam. Bu kız Leningrad'dandır. Bakıya düz 1 milyon adam gelir. 1 milyon deyəndə ki, hamısı burada qalmayacaq. Sizin həyətə bir nəfər düşür, o da bu kız. Hoş gördük. Rahat gəldiniz. Adınız nədir? Tanyadır, pis gəlmədim. Lap yaxşı. Harda qalırsınız? Cəviş müəllim, harda qalacaq? İnturistdə qalmayacaq ki. Mən də bilməliyəm ki, harda qalacaq, kimin yanında? Ürəyi hara istəsə göz üstə yeri var. Ona yer vermək hər bir vətəndaşın borcudur. Birinci elə mən özüm. Bəli, qız mənim yanımda qalacaqdır. Mənim 2 gözlü evim var. Özüm də qupquluqu təkəm. Qalarsan mənim yanımda qızım. Mən aparacağım qızı. Canım, bu olmadı ki. Niyə axı sizin evdə? Bəs sizdə qalacaq, 5 nəfər adamsınız, zərafatdır. Bir də ki, mənə nə olub? Mənim neyim sizdə nəslikdir? Qızım, razısan? Bəli, razıdır. Gedib quzu kesim sənə. Yorğunsa, gedək dincin yat. Zəhmət olmasın, çəkil görüm. Çamadanı götür. Gedək qızım, gedək, o da qabaqda oluram. Əlindəki nədir? Skripkadır. Oo, laf yaxşı. Mən elə özüm çalğıdan ötürü sinoy gedirəm. Canımda da var, uşaqlıqdan hansı havanı eşitdim, o saat yadımda saxlardım. Buyur içəri, geç qızım, geç. Sabah gəlib qarçıqalar apar. Yaxşı, gələrəm. Geç qızım, ne işliyor musan? Buyur içəri. Başıma gəlir. Sabaha yoktur inancımanım. Bir de gördün gelip çattı zamanım. Çağırdı eller giderem davaya. Ol mənə dilber giderem davaya. Çağırdı eller giderem davaya. Ol mənə dilber giderem davaya. Çağırdı eller giderem davaya. Ol mənə dilber. Bunlar niyə boğazlarını yıxdı? Qədərin yoxdur, heytimizə təzə qız gəlib də. Ay uşaq, bu nə var şübəndi qaldırmışsınız? Mənim yüzü qoymusunuz işləməyə. Bax, sizin dəftərləri yoxlayır ha. Ol mənə dilber gedərəm davaya. Çağırdı eller gedərəm davaya. Ol mənə dilber gedərəm davaya. Çağırdı eller gedərəm davaya. Ol mənə dilber gedərəm davaya. Dur nə kimi qatarından qalmısan. Qərib min xəyala dalmısan. Makedonu dərdə qəmə salmısan. Makedonu dərdə qəmə salmısan. Çağırdı eller gedərəm davaya. Ol mənə dilber gedərəm davaya. Çağırdı eller gedərəm davaya. Ol mənə dilber gedərəm davaya. Çağırdı eller gedərəm davaya. Ol mənə dilber gedərəm davaya. Qəm eləmə tut yuxarı başını. At Bakıda qəribliyin daşını. Pişirərik Hitlerin də aşını. Çağırdı eller gedərəm davaya. Ol mənə dilber gedərəm davaya. Çağırdı eller gedərəm davaya. Ol mənə dilber gedərəm davaya. Adı Makedon, yoxsa bu Makedon kesmiş hani? Ay ziyana ver. Geç bala, geç.
Mesela abi, adamı yattan çıkarmışsın. O bizi yatdan çıxarıb. Cəbiş! Ay Cəbiş! Balaları yetim qoymaq istəyirsən? Adamlar deyirlər, qapını ne işin bağlayırlar? Ada hansını aldınız bağlayın bu qapını? Tez olun, açın buranı. Açın buranı deyirəm sizə. Qonşu, ay qonşu, sen Allah aç Orada qapını. ne edirsiniz? Ada rəhmətliyin oğlu, adam burada ne deyər? Tez ol aç qapını, bombalar söküldü başımıza. Anas, ay qız, hara getdin? Eşi üstümü ıslatmışdın. Mənə bax, bizim uşağı görməmsən ki. Ne uşağı? Mənim uşağımı deyirəm də. Uşağın olur da ya. Qadam ağzı var, doğan vaxtımdır. Ha. Tanıyan deyirəm də. Ha, tanıyam, ben. Amanet də biri, amanetdir mi? Tanya, bahara getdi, yoxa çıxdı ki. Tanya! Adam Akidan, harda qalmışsan evini yıxmaya aşağı gəl. Ne yaxşı ki geldin. Görürsen damda bir adam da yoktu. Adamı ne inirsən? Adam ben. Birazdan bomba atacaklar. Sen hiç ömründe alışkan bomba söndürmüşsən. Gedək göstərim nə eləmək lazımdır. Bomba lap nazik olur, arı kimi vızıldayır. Gerək maşını ilə götürüb salasan boçkaya. Vəssalam, başa düşdün ha? Güya sen birden ikiden söndürmüşsən. Bir neçə dəfə. Sən də bacararsan, zirək oğlana oxşayırsan. Bu mümkündür. İkimiz de birlikte söndüreriz. Bəs niyə sənin adını Makedon qoyublar? Ne bilmeye bir paçağın adla koyublar. Sonra məlum oldu ki, Əsralı İskəndər olub. Atam bilmirdi, məzum öyrəndim ki, Əsralı İskəndərmiş. 6-cı sinifdə oxuyordum. Özü bu Azərbaycan adlı öyrək, qədimini ördü. Nədir ki, adım xoşuna gəlmir?